Aprelin 21'inde Bakıda ve Abşeron yarımadasında havanın değişken bulutlu, yağmursuz olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 10-12, gündüz 16-21 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 13-17 dərəcə isti olacaq. Aprelin 21'inde Azərbaycanın bir çox rayonlarında da yağıntı gözlənilmir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında havanın tutulacağı, yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli, intensiv olacaq, dolu düşəcək. Gecə və səhər duman ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 6-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.